Asta, asta, abala, asta. Qalxma. Abala, Ana sənlə görüm, ötür gəlsin də. abala, yavaş, yavaş, abala, yavaş. Ben bu sənətə vuruldum, amma teatrdan bərk qorxdum. Və mən bu günə qədər böyük səhnəyə çıxmamışam. Məndə fobiya var teatra qarşı. İkinci bir sirri açacağım. Bunu bərk gizlədirdim hamıdan. Kino təkcə incəsənət deyil, o istehsalatdır. Senari müəllifi ya rejissor özü çəkiləndə gülməlidir. İndi sən də oğlum, mənə qorxulu suallar vermə. Bu yaşda qoy oturmuşum. Sigaret yandıra bilərdin sən pavilyonda. Hətta mən bir dəfə dedim ki, bəs niyə Eldar Quliyev çəkir? Deyirsən Eldar Quliyevsən. Bəzən deyirlər, bizim vaxtımızda, bizim vaxtımızda. Mən necə deyə bilərəm ki, bizim vaxtımızda? Mən Turabovun plaşını tuturdum. İndi sözlər düşür baxı. Master class, casting, nə bilim, action. İndi danışmağa nə var ki? Hələsi bir dənə sayt açıb, o aktörü pisləyirlər, bu bəstəkar belə gəlir. Gəsən maraqlı bir şey danışır. Bu hekayə dəyərini min illərdən gələn mirasdan alır. Şamil Süleymanlıdır da. 70-əcən gəlmişik. Bundan sonra nə olacaq bilmirəm. Hələ ki bizə pisləyən olmayıb üzümüzə. 1955-ci ilin may ayının 11-də maraqlı bir məhəllədə böyümüşəm. Verxnagorni bir qəribə bir böyük həyətdə 6 ailə yaşayırdı. 600 qədim Bakı məhəlləsi. O həyətin keçmiş sahibi çox məşhur Bakı milyonçusunun evi idi. O qızı da orada yaşayırdı. Və bu qadın hamımız bilirdi ki, bu ev, bu mülk onların olub. Bu xanım da teatral idi. Əhməd Ağdamskini Gülçöhrə rolunda görmüşdü. Bağlı balkonlar deyərdilər, o tül çəkilərdi o qadınlar. Orada tamaşaya baxmışdı, düzdür, balaca olanda. Ülvi Rəcəbi görmüşdü, Abbas Mirzəni. Əhməd Ağdamski haqqında çox danışardı. Dediyinə görə belə Gülçöhrə görməyib. Və bütün bunları məktəbə gedməyən uşağa danışır. Bilmirəm, mən diqqətlə qulaq asırdım. Ya elə biz yaşlı adam idi də, bəlkə elə mən ağıl deyilik. Çünki mən gözümü də qırpmırdım o danışanda. Hətta Ülvi Rəcəbin yerişini göstərmişdi mənə. Və o teatr camiyyəsi onu çox gözəl tanıyırdı. Bilmirəm, nə məsələ idi. İndiyəcən yadımdadır. O vaxt teatrın direktoru Əleydər, bu necə, Əleydər müəllimi deyir. O vaxt mən bilmirdim. Uşaqları teatra buraxmırdılar. Axşam amma məni buraxırdılar buna görə. Və onunla mən bu sənətə vuruldum, amma teatrdan bərk qorxdum. Və mən bu günə qədər böyük səhnəyə çıxmamışam. Çünki pərdə bir dəqiqə gecikərsə açılmağa bir dəqiqə geciksə mənim ürəyim partlayır. Məndə fobiya var teatra qarşı. Bilmirəm, o xanım belə qəribə şeylər danışdı mənə. Teatr, Ülvi Rəcəb. Hətta mənim sevimli bir rejissorum var. O məni dəvətləmişdi öz filminə. Onun atası da mən, Ətay xanımın oğlu, telestudiyanın aparıcı rejissoru və ustad. O məndən bir balaca incidi. Çünki onun filmində mən Abbas Mirzənin üstünə durmalıydım. NKVD-də də o vaxt. Mən də qaçdım, gizləndim. Sonra məndən incidi. Mən dedim, sən məndən incimə. Atam mənə dərs deyib və atam da deyib ki, teatr bir nağıldır. Öz nağılınız olmasa sizdən heç nə çıxmayacaq. Hesab elə ki, Abbas Mirzə də mənim nağılım. Sizi videodan ayırdığımız üçün üzürlü sayın. Miraç YouTube kanalının mənəvi dəstəyə ehtiyacı var.
Kanalımıza abunə deyilsinizsə, abunə olmağı, videolarımızı bəyənib paylaşmağı unutmayın. Əgər maddi dəstək olmaq istəyirsinizsə, Aşağıda gördüyümüz Patreon linkinə daxil olaraq bizə dəstək ola bilərsiniz. xoş izləmələr. Mən İncəsənət Universitetində o tədris teatrının səhnəsində rol oynamışam. Amma sonra vaxtım gətirdi mənə. Şahlıq quşu qondu başıma. Baladadaşın iş məhəbbədinə çəkildi. Bir dəfə. İkinci dəfə də həmən filmdə Şahlıq quşu. Diplom işləri Kinematografiya İnstitutunun malı hesab olunduğuna kimi o rəfdə qalır. Onun qiyməti alır. Onun tələbəsi buraxılış imtahanı. O film o qiymətlə ona diplom yazırlar və o da amma o filmlə Həsən Seyidbelinin xoşu gəldiyinə görə o üç filmi birləşdirdi, bir film elədi, film çıxdı ekrana. Bu ikinci Şahlıq quşu idi. Ki, o yoxsa o üç dənə diplom işi qalacaqdı rəflərdə, ambarlarda, şimdi onun adını nə deyirlər bilmirəm. Və beləcə, ikinci bir sirri açacağım. Yox, bu sir deyil, bunu bərk gizlədirdim hamıdan. Mən kinostudiyaya gələndə, işə götürüləndə məni aktyor ştatında yeri olmadığına görə məni hələlik götürdülər inzibatçı. Ki, sən bir müddət inzibatçı işlə. Mənim bu işdən o qədər xoşum gəldi ki, Mozalan çəkiliş qrupunun sərəncamçı direktoruna qədər ucaldım. Və Eyvaz Borçalı sağ olsun, Ziyafət Əvasov. Onlar belə dedilər ki, sən get filmə çəkil, yerim burada gözləyir səni. Təzdən qayıt bura. Mən də aktyor ştatına keçmədim. Filmlərə çəkilirdim, qayıdıb yenə işləyirdim. Həmən o Mozalan deyən o vahidə. Orada da mən bir məktəb keçdim. Çünki o vaxt yerindən duran kino çəkə bilmirdi. Orada Mozalanda kimlər çəkilirdi, kimlər yazmırdı senari. Bizim müəlliflərin adlarımız Mirzə İbrahimov, Anar, Ramiz Rövşən, İbrahim Beyev qardaşları, Fikrət Qoca və kimin adını desən bizim müəllif idi. Rejissorlar kim idi? Oktay Mirqasımov, nə bilim, Elxan. Elxan o qədər çox istəyirdim ki, rəhmətə getdi. Elxan Qasımov. Ənvər Əbluz, hamı, bütün rejissorlar, kimin adını, hətta məktubatı çəkən Hüseyin Seyidzadə orada həm çəkilib, həm özü də çəkib rejissor kimi. Tofiq Tağızadə, özü də çəkib, Şamil Mahmudbəyov. Bu, o vaxt onların hərəsi bir məktəb idi, ağızlarından dür tökülürdü bunlar. Bütün magikanlar, hətta Tuabov Mozalana çəkilib. Rejissoru da bilsən kim olub? Eldar Quliyev. Mozalanın sambalı var idi də. Onlar gəlib Mozalan çəkəndə əvvəlki kimi, bədii filmdəki kimi hazırlıq günü olurdu, çəkiliş günü olurdu, grim ustası olurdu, paltarlar seçilir. Yəni, həmən o kinonun, sadəcə kino 3 aya çəkilirdi, Mozalan satirik kinocuları 3 gün ancaq bunun hazırlıq dövrü var idi. Ona bir həftə biz hazırlaşırdıq. Onun redaktor işləyirdi, materiala baxırdılar. Bütün cavan rejissorlarla işləmişim və bu ilə də fəxr edirəm. Çünki onların yanındayım, onlar bilirlər, çox şey bilirlər. Amma bilmirəm də, indi o ayrı bir söhbətdir. Amma bu günləri yaxşı aktyorlar var. Hikmət Rəhimova nə olub ki? Əjdahadır. Bu aktyorları bir-bir sayaram. Adlarını demədiklərim, Asiman ağa bir rejissor, indi maşallah kino da çəkir. Onların hamısı heç pis də aktyorlar gəlmir. Böyle bir nəsil gəlir. Biz sadəcə yazdıqların o kinematografik, mən kinodan danışıram, maliyyə, kino təkcə incəsənət deyil, o
istehsalatdır. Zavodda olan kimi, fabrikdə olan kimi kinostudiyanda istehsalat şöbəsi var. Fabrikdə olan kimi hazır məmulatın qəbulu şöbəsi var. Necə fabriklərdə, zavodlarda sadəcə bir zavodu işə salmaq üçün maliyyə və çəkliyi isə sata bilmək üçün böyük bazarlar lazımdır. Rasim görsə necə gözəl aktördür. Məsələn, Qurban İsmail. Onu çox tərifləməyəcəyəm, çünki mənim dostumdur. O dostumu, ondan da soruşsan o mənə tərifləyəcək. O Qurban, həm insan kimi də bunlar, gözəl insanlardır. Məmməd Səfa, nə olum? Bax. O Ruslan adını çəkmirəm, yadımdan da çıxıb qocayam mən. Familiyasını düzdürmərəm, sonra inciyərlər. Senari müəllifi ya rejissor özü çəkiləndə gülməlidir. Bildin nətər? Sən aktyor deyirsən, sən gəlib o aktyorların dəstəsinə girəndə yazıq aktyor düşməlidir bir mərtəbə, bir pillə aşağı ki, sən ondan yuxarı qalxır, sən qalxa bilmirsən. Aşağı düşür, deyirlər yekə kişidir, gör neyini. Ona görə bilirsən, kino çəkilişinin sehri bilirsən nədədir? Səni aparırlar grim otaq. Hələ çəkəcəklər filmi. Bir neçə gün grim axtarırlar. Bir neçə gün kostyum axtarırlar. Libas giyinirlər. İndi axşam göndərib ki, səhnə budur. Gəlirsən, yazıq qız utandığından bilmir necə desin ki, Şamil müəllim, sizin qırmızı köynəyiniz var, sarı paltarınız var. Gətir. Gedəndə də apar. Sən kostyumçunun otağına, belə deyək də, kostyumer deməyək, kostyum otağına. Kostyumerdən icazəsiz girə bilərdi. O sehir, o şey getdi. Məsələn, sigaret yandıra bilərdin sən pavilyonda. Hətta mən bir dəfə dedim ki, bəs niyə Eldar Quliyev çəkir? Deyirsən Eldar Quliyevsən. Niyə məsəl üçün Turabov sigaret çəkməyə qoyursunuz? Deyir, Turabov onların ikisinin də yanına bax. Yanlarında belə bir qəribə, bir vedrapason bir şey var. Avra atırlar. Sən heç bilmirsən dünyada pavilyonda belə şeylər var. Sən onlardan olarsan, onda sən də sigaret çək. Bəzən deyirlər, bizim vaxtımızda. Mən necə deyə bilərəm ki, bizim vaxtımızda? Mən Turabovun plaşını tuturdum. Əliyə Rəminin paltosunu tuturdum. Sonra, nə bilim, kimisə Ağasadıq Rəminin qabağına çay gətirirdim. Şeyx Samanov oturmamışdı. Şeyx Samanov, gəzən maraqlı bir şey danışım. Tütək səsində biz Qusarda çəkirdik, tələbələr. Hamımız tələbəyik. Akif Əli, Ötkəm İskəndərov, Gəray Əlibəy, yadımdan istəmirəm, yadlarını uzadıram. Biz axşamdan, biz çay dəmləyirdik çəkilişdən sonra. Mütləq nəsə axtarıb belə qəribə şey tapırdıq, mürəbbədən, zaddan filan beşman. Və Şeyx Samanov gəldi bizim otağa çay içməyə. Hər gəlişində, indi master klass söz var da, biz bilmirdik onda master klass, indi sözlər düşüb axı, master klass, casting, nə bilim, action. O vaxt master klass deyilən şeylə o imiş. Özü də qəribə idi. Mütləq axırda da bir gülməli şey danışırdı. Çıxıb gedirdi. Biz hamımız fikirləşirdik ki, bu sözləri bu dedi, yoxsa bu sözlərdən sonra bu nətər bunu deyir. Bakı elə bir qəribə şəhərdir ki, o dəniz, o məhəllələr, nə qədər sökürsən o məhəllənin yerinə bir də çıxırlar. Düzələcək. O bakılılaşır ya. Misal görsədim sənə. Mən bakılı da öyrənəm. Çıxsın o bakılı görüm mənə qədər bakılıdır. Ləməni də bilirəm nədir. Vaninə də, estağfurullah, əncir varinəsində bilirəm, neçə cürəsini pişirir bakılı. Zincilpərəci də bilirəm. Nə bilim, məlləhcəni də bilirəm. Doşab pişirməyi də bilirik, gözümün qabağında olum. Amma biz kökümüz əsl Şuşalıdır. Özüm də Nərdaranda yaşayır. Bizdən də qabaq Aleksandr Duma deyib ki, mən bir elə məmləkətdə oldum ki, buranın cəmaatı mühürlü kağıza inanmır. Onlar deyilən sözə inanır. Deyib qutardı.
Bu belədir. 50 dənə kağız verir, məndən neyinə? Amma indi yox. Qabaq 20 dəqiqə görüşərdilər ağsaqqallar bir-birinə. O kimdir, bu kimdir? İndi də var, intihası olsun, mesaj şəklindədir. Göndərsən mesaj. Axırıncı dəfə qulaq falına kim çıxıb Bakıda? Öz evimi deyirəm. Çoxdandır ki, bizim evdə qonaq otağı yoxdur. Bunu saxlayaq evə birdən bir adam gələr. Qənfetin yaxşısını mənə götürüb qoyurdu. Balam qoy ki, xarab olanda bizə ora təzəsi gələndə kiflənmişim verirlər bizə. Bu da bir qayda, bir qanundur. Yorğan döşəyin yaxşısı qonaq birdən evə bir adam gələr. Bax, o məhfum biraz çətinləşdi. Bax, yenə deyirəm, qız evi, oğlan evi. Taksir, mən öz payıma deyirəm, indi mən itirdiklərim taksiri məndədir. Mən zamanların arasında durmaqla fəxr edirəm, onlardan öyrənirəm. Ha, özümüzə deyək ki, ay belə falan, bizim vaxtımız yox, indikilər maşallah. Bir dənə deyib, 2 dəqiqəyə düzdün, qoşdun, bax, onu gətirdin bura, onu başdın. Heç 2 dəqiqə çəkmədi. Amma mən bunu eləmək üçün böyük bir dəstə, 3 nəfər aparatı gətirirdik. Nə bilim, 3 nəfər işıqları axtarırdı. Mən nə bilim, bura yer, yurd adamla dolu olurdu ki, nə var, məndən müsahibə alacaq. Qoymuşsan hazır, 5-də yanıb baxır. İndiki cavana pisləyə bilərsən. Gördün qayalarla necə çıxıb Şuşanı aldılar dünyanın əlindən. Şuşada bilirsən də xan qızı Natavan su çəkmişdi. Şuşada su qıtdığı idi. İndi hansı krantı açırsa su gəlir. Şuşanı bilirsən necə tikirlər, ildırım surətinə. Biz əgər otursaq zamanəni pisləsək, zamanə uşaqlarını pisləsək, bəs o qız hər şey yaxşı olacaq. Təyyarədə tıxır. Bəs o qəhrəman qızlar, onlar kimi idi? Keçmişdən gəlməmişdilər, biz örgədməmişdik. Oturub danışanda ki, bəs bizim vaxtımız, o sözü mən deyə bilmərəm. Çünki bizim vaxtımızda Turabov sağ, Şeyx Zamanov sağ, nə bilim, Həsən Məmmədov sağ, Şahmar Ələkbərov sağ. Bunların yanında mən kim idim? Oturmaq ixtiyar, özləri deyəndə otur, bizimlə oturdum, oturma. Ona görə mənim vaxtım indidir və mən də deyirəm ki, indiki şey, bax, mən indiki cavanlara borcluyum. Mən zamanə və zamanə uşaqlarını çox istəyirəm. O indi avara hər yerdə var da indi. Onun da günahı bizlərdir. Qabaq bir söhbət var idi. Bilməm, sən yadıma gələrsən, məndən çox balacasan. Nənələr, babalar, atalar, bibilər, balaca uşağı oynadanda istəyirlər ki, oynasın. Nənə, nə gəldi deyirdilər, uşaq da oynayırdı. İndi həmən motivdə mahnı var, oxuyurlar. Televiziyada atıb tutur özünü və o bəstəkarı kimdir bunun? Bunun cümlələrini kim yazır? Mən başa düşürəm. Mənim dostum deyə, yaxın dostum. Belə bilə-bilə deyirəm. Eldar Mansurov adında bir kişi var. Bu kişinin atası böyük kişi, bilirsiniz də kimdir? Bəhrəm əmi. Onun da babası, atası çox böyük bir kişi olur. Azərbaycanda Bakı Musiqi Məktəbini bu yaradı və bunların məclisi olur. İndi bunun oğlu Eldar Mansurov. Biz rəğmə yaza bilməz. O elə-belə də mahnı çıxır. Fit də çalanda, bildin nətə? Bu bəstəkardır. Bunun savadı var. Gözün açıb Bəhrəm əmini görür. Bəhrəm əminin tarını kimsə əlində götürə bilər. Heç kimə icazə vermirmişik. Bir dənə Vamikdən başqa. Hamı bəstəkardır. Yazırlar. Bunun sözlərini kim yazır? Sən bilirsən ki, mən boyda Şamil gözümü açandan 17 yaşında səhnələrdəyəm. Mən bir dəfə də olsun Qara Qarayevi görməmişəm. Arif məni görmüşəm, uzaqdan gəlib kinostudiya oturub, belə uzaqdan baxmışıq ki, bu Qara Qarayev. Ora bu, o əstəğfurullah, Kəbə evi kimi oraya yaxınlaşma olardı. Sən Xəyyam Mirzəzadə kinostudiya tez-tez gələrdi və nəsə mənə xətrimi çox istəyirdi o, mənə zarafat zad deyildi. Mən unuda bilmirdim ki, bu mənə nə qədər zarafat eləsə də, nə qədər üz versə də mənə, bu Xəyyam Mirzəzadədir məhfumunu unuda bilmirdim.
Çünki belədir də, biz belə görmüşük. Çünki filminə bax, filmə yazdığı musiqiyə bax. Onu eşidəndən sonra yanında ki, canlı Xəyyam Mirzəzadə, o sənə zarafat edirəm, dəli ola bilər. Oradan bura, bax. İndi danışmağa nə var ki? Hələsi bir dənə sayt açıb, o aktyoru pisləyirlər, bu bəstəkar belə gəldi. Bu xırım-xırdalar qalıb qıraqda, həmən bu xırım-xırdalar böyüklərlə dişi bizi. Anar pis ki, sən anara gəl çat. Anar 150 ildə yaşasa o gene de orada olmalıdır. Çünki niyə? İcazə verilir indi. Nə gəldi yazırsa, anar o vaxt yazır. Anar deyil bu. Özüm dədəmizdir. Sən təsəvvür edirsənmi? 70-ci illərdə anar kim idi? Heç kimin deyə bilmədiyini deyirdi. Bizim hamımızın qara saçlı ağsaqqalı. İndi ağ saçlı ağsaqqalı. Bizdə bəzən narahatçılıq var. İndiki seriallar, indiki kinolar, ay indiki müğənnilər, ay indikilər belə, darıxın. Onlar qalmır. Elə bir o dövrdə Bülbülün vaxtında yox idi. Var idi amma Bülbül vardı. Üzeyir bəyin vaxtında yox idi bu yəni. Sən Allah, qoy bir şey deyim. Süleyman Ələsgərov adında bizim bəstəkarımız olub. Üzeyir bəyin tələbəsi olub. Üzeyir bəyin çoxlu bu nə qədər bəstəkarlar varsa, ulu böyük bəstəkarlar, bunun tələbələri. Hamısının bir xasiyyəti vardı. Paltolarını çıxardıb verirdilər paltosuza, yolun ortasında Süleyman müəllimə. Gedirdin evinə, bir dəfə deyəndə yalan nə gizlədim, arvadı mənim bibim qızıdır. Məsələ burasındadır ki, yayda gedmişəm bunlara, nə deyirəm istidir. Çay istirəm istidir. Su içirəm, vallahi indi bu ilə geçmişəm, istidir, tərliyirəm. Laf yaxşı, çörək deymirsən, yox. Onda deyən. Getdi harasa, bir də görüm əlində bir dənə marojna gəlir. Hə, indi bunu yiyə gedinlə görüm nə istirsin. Mən də ondan nəsə çox bərk qorxurdum. Bilirsən niyə? Görəndə küçədə gəlir yolumu dəyişirdim. Qorxurdum ki, sual verər bilmərəm. Deyərdi ki, sən nətər tələbəsən, nətər aktyorluq edirsən. Doğrudan onlar çox şey bilirdi. Məsələn, mən Bəxtiyar əminin gündə neçə siqaret çəkdiyini də bilirdim, Bəxtiyar Vahabzadə. Zarafat eləmirəm. Məsələn, bir dəfə ona dedim ki, Bəxtiyar mənim, siz niyə senari yazmırsınız? O boyda Bəxtiyar piyeslər yazar, Gülüstan poemasını yazar. Oğlu ilə ki, mən dost idim, o evdə olmayanda otağına xoşlayırdım belə baxım. Muğam da var idi, Bəhram Mənsurovun tarifası da var idi. Xan Şunski da vardı. Burası plastinkalarda da Beethoven. Bu ikisini bir yerdə bu necə eləyirdi. Belə çox şeylər mən o kişidə görmüşdüm. Bilmirəm. Oxşamaq olmaz. Yəni, onların dövründə də vardı da. Zəiflər, ötərgiyalar. Bax, onun dilindən eşitmişəm Bəxtiyarın. Onlar qalmayacaq, narahat olun. Maşınla gedirəm çəkilişə. Bəlk fikirliyəm. Yeni həyat deyilən belə bir klinika var, burada çəkirlər. Orada da xəstə yanına gələnlər var, gedənlər var. Mənə bir rol təklif edirlər, taksi şoförü. Yaxşı rol olacaq. Amma mən başımı sındırıram ki, görürsən, mən taksi şoförünü oxşadım. Necə oxşadım özümü? Eləyə bilərəm, taksi şoförü, taksi şoförü. Klinikaya girəndə bir dənə abrılı, belə samballı bir xanım əlini belə elədi. Mən həyətindəyəm, çəkilişə girirəm. Məncə saxladım. Dedi ki, bəs sifariş vermiş işsizsiniz. Dedim, taksi də. Mən də çaşdığımdan, sevindiyimdən dedim ki, ay bacı, mən taksi şoförünü oxşayıram. Sən Allah, mən ciddiyyəti ilə soruşuram. Bu beynimdə. Bu da hirsləndi, dedi ki, taksi şoförünə nə olub ki? Deyirəm ki, heç nə olmuyor, ona qurban olum. Amma oxşayıram da, məsələn, sonra tanıdı, tanımadı, bilmirəm, maşın qapısını da çırpdı ki, sənə çağırmamışıq, yer get də. Elə bildim, məni başqası çağır. Şükür Allaha sevindim ki, bir ağıllı qadın mənə taksi şoförünü oxşadıb, deməli, oynaya biləcəm orada.
İndi o bəlkə də tanıyıb mənə indiyəcən danışır ki, utanmır belə söz deyib. Doğrudan mənə belə bir Azərbaycan Mədəniyyət Nazirliyində sifarişi ilə çox gözəl bir film başlayırlar. Orada bir taksi şoförü var. Əsərin qəhrəmanı. Mənim ən çox sevdiyim mövzu yoldur. Təsəvvürən arzularımdan biridir. Və biz yol gedəcəyik. Bax belə.